vəzifəsində çıxış edə bilir fikri doğrudur. Yaxşı, xəbər ola bilirmi qoşma? Ola bilir də, bəli. Aha, baxın müəllimlər, bir şeydə ehtiyatlı olaq. Məsələn, qoşma tək yox ha. Qoşulduğu sözlə birlikdə bütün cümləciləri vəzifəsinə çıxış edə bilir. Xəbər də olur. Bəzi müəllimlər çaşır ki, xəbər də olur. Bəli, xəbər düzdür. İsmi və feili xəbər var. Feili xəbər heç bir zaman ola bilməz. Feili xəbər ola bilməz. Amma ismi xəbər olur. Çünki feili xəbər olmamasının səbəbi isə ondan ibarətdir ki, müəllimlər. Mən sizə demişdim ki, feilin şəkilləri, feili bağlama, qoşma ilə işlənə bilməz. Baxın, feilin şəkilləri, bir də feili bağlama, bunlardan sonra bunlar ümumiyyətlə qoşma ilə işlənə bilməz. Aydındırmı? Və qoşma feildə ancaq nə ilə işlənə bilər? Qoşma feildə ancaq işlənə bilər, yadda saxlayın. Məstərlə işlənə bilər, məstərlə. Bir də feili sifətlə işlənə bilər. Məsələn, oxumaq üçün. Baxın, oxumaq üçün. Nə ilə işləndi? Məstərlə işləndi, düzdür? Bir də, məsələn, deyirəm, xəstələndiyi üçün. Gördünüz və yaxud da gələndən sonra, zəng vurulandan sonra, gələndən sonra. Bax, görürsünüz? Burada da biz dəfələrlə müzakirə eləmişik. An, ən, feili sifət, dandan çıxışlı qal, sonra isə burada qoşmamızdır. Deməli, feildə ümumiləşdiririk. Qoşma nə ilə işlənə bilər? Məstər və feili sifətlə. Feili bağlamadır, feilin şəkilləridir, bunlarla işlənə bilməz. Ona görə də biz ehtiyatlı oluruq doyunca sözündə. Ehtiyatlı oluruq doyunca sözündə. Burada sözün kökü nədir? Doymaq. Məsələn, uşaq doyunca yedi. Müəllim, doyana qədər də yedi deyə bilirəm. Deyə bilirsən, yaxşı. Deyirsən, yaxşı edirsən. Amma burada sözün kökü doy feilidir, düzdürmü? Ona görə də buradakı ıncını biz nə götürəcəyik? Feili bağlama götürəcəyik. Aydındır? İnsan, diqqətli olun. Yaxşı, keçirəm növbəti məsələmizə, qoşma ilə bağlı. Nilüfər müəllimə, qoşma hansı hallara qoşula bilmir? Təsirlik və yerlik. Aysan, təsirliklə yerlik halda olan sözlərə qoşula bilmir. Doğrudur. Qoşmanın mübtəda kimi iştirak etməsi, yəni qoşmalı sözün mübtəda vəzifəsinə çıxış etməsi, bu çox, belə deyək də, geniş deyil müəllimlər. Yadda saxlayın, biraz deyəndə ki, xəbər və, məsələn, testlərdə necə düşür? Deyir ki, qoşmalı söz ismi xəbər vəzifəsində çıxış etsə də, qoşmalı söz mübtəda vəzifəsində çıxış etmir. Bu birincisi səhvdir, bilirik ki, mübtəda vəzifəsində çıxış edir. Və nümunə olaraq, məsələn, deyirəm ki, sizin kimilər, məsələn, sizin kimilər bizi anlamaz. Məsələn, qarşımızdakına deyirik ki, sizin kimilər bizi anlamaz. Nə etməz? Anlamaz. Kimi anlamaz? Anlamazlar. Nə etməzlər, anlamazlar? Kim? Sizin kimilər. Aydınmı? Sizin kimilər. Gördünüz, burada bizim mübtədamız nə ilə ifadə olundu? Əvəzlik, üstəcəl, qoşma ilə ifadə olunmuş oldu. Bizi də ki, tamamlıq vəzifəsində oldu. Bu belə. Bunu da yadımızda saxlayaq. Başqa, məstərlə birlikdə qoşma işlədəndə yadımızdadırsa, deyirdik ki, məstər ümumiyyətlə cümlədə təyin olmur. Düzdürmü? Təkcə nə? Məstər cümlədə təyin ola bilmir. Amma məstər üstəcəl qoşma kimi təki qoşmasından olanda cümlədə təyin ola bilirdi. Yadımıza düşür. Sonra deyirdik ki, adlı hal cümlədə təkcə tamamlıq və zərflik ola bilmir. Düzdür? Amma deyirdik ki, adlı hal üstəgəl qoşma olanda cümlədə tamamlıq da ola bilirdi, zərflik də ola bilirdi. Məsələn, anamla getdim, bax, nə etdim? Getdim. Kimlə getdim? Anamla. İndi məndən soruşsa, tamamlayan ifadə vasitəsi nədir? Deyirəm, adlı hallı söz üstəgəl qoşma. Adlı hal necə? Yoxdur. Necə? Deməli, baxın, burada biz ayrıcana adlı hal tamamlıq olur fikri yanlışdır. Amma qoşma ilə işlənəndə tamamlıq vəzifəsində çıxış etdiyini şahidi olduq. Yaxşı, gəlin bizim xalis qoşmalarımız var. Bir də amonimliyi olan, başqa nitq səsi kimi işlənən, başqa nitq səsindən amonimliyi olan qoşmalarımız da var. Məsələn, toxunuram təki sözünə. Təki.
Yoldaşlarımızdan kimə sual verim? Fidan müəllimə, təki sözünü biz hansı mənanı ifadə edən qoşma eyni zamanda başqa nitq hissəsi kimi düşünə bilərik? Təkini ədat kimi götürə bilərəm. Məsəl üçün, yalnızdan təki sənin canın sağ olsun. Yalnız Aha. sənin canın sağ Yox, olsun. yalnız yox. Təki arzu ədatı kimi düşünə bilərik. Belə düşünürsüz. Təki Bilirsiniz, mən sən deyirəm, müəllimə. Hə. Təkini bəzən yalnızdan əvəz edə bilirəmsə, deməli Aha. ədat rolunu eləyir, onu demək Aha, istəyirəm. məhdudlaşdırıcı ədat kimi deyirsiniz. Aha. Bəli. Yaxşı. Sonra təkini bəs qoşma kimi Təki o işlədəndə. gələydi, belə arzu kimi deyirəm. Mhm. Yəni kaş o gələydi mənasında. Bir də qoşma kimi Sənin təki. onun təki yarım olaydı belə. Aysa. Aha, bəli. Deyirlər. Bəs təklə təki eyni mənadır. Sadəcə olaraq tək biz deyirik ki, bitişik yazılır. Düzdür? Ümumiyyətlə tək hecalı qoşmalar təkdir, dəkdir, cacədir, bir də can-cəndir. Bunlar iki cür yazılandır. Bunlar bitişik yazılır. Yerdə qalan bir ilədir ki, həm ayrı yazıla bilir, həm bitişik yazıla bilir. Yaxşı müəllimlər. İndi gəlirəm burada qarşı sözünə. Qarşı. Qarşı sözünü qoşma kimi işlədəndə hansı məna növünə daxil olur? Hansı məna çaları yaradır? Qoşma kimi işlənəndə. Məsəl üçün mənə qarşı gəlmə, mənə tərəf gəlmə mənasında istifadə. Yəni biraz istiqamətdir, istiqamətin içindədir, düzdür. İstiqamətin içindədir. Evə tərəf, evə doğru. Uşaq atana qarşı çıxma. Amma məzmununda ziddiyyət var, düzdürmü? Mənasında ziddiyyət var. Sanki atanın fikrinə qarşı. Yəni orada da fikrə bir istiqamət var, eyni zamanda bir də ziddiyyət var. Aydındırmı? Mən qoşma olduğu məqamda biz onu götürür istiqamət bildirən içərisində, amma qeyd edir ki, onun məzmununda ziddiyyət də var. Qarşı bir də necə işlədə bilərik qarşı sözünü? Qarşını zərf kimi düşünə Zərf bilərik, kimi deməli. müəllimə. Qarşı tərəf. Hansı Aha, tərəf? ay sağ olun. Aha, qarşı tərəf, bəli, sifət kimi də işlədə bilərik. Tamamilə doğrudur. Sifət kimi də işlətmək olar. Getdik, sonra nəyə sual verim sizə? Hə, baxın, xalis bizim konkret olaraq qoşmalarımız var ki, biz onları başqa Müəllimə, nitq hissəsi qarşı kimi işlədə sifət bilmirik. kimi, yoxsa zərf kimi? Axı bura zərf kimi qeyd olunub. Zərf kimi Qarşı, qabaq. qarşıda olanda, yerli kal olanda, yerli kal artıranda mən onu zərf kimi düşünə bilərəm. Həm sifət olur, həm də dadə artıraramsa orada zərf olur. Sifət də olur, zərf də olur. İndi hara yazılıb bilmirəm, amma qarşı sözünü həm sifət kimi düşünürük, həm zərf kimi. Hər iki versiyada da düşünürük. Hə, zərf də olur, sifət də olur, qoşma da olur. İndi nə deyəcəydim sizə? Baxın, savayı sözüdür. Mən bunu gördüm, ancaq qoşma. Yəni xalis qoşmadır. Başqa cür düşünə bilmərəm. Məsələn, üçünü gördük, qutardı getdi. Yəni bu qoşmadır. Bu təkəcallardan cacəni yox, bunun amonimliyi var idi. Təkin amonimliyi var idi. Təki biz çox işlədə bilirdik. Amma dəkin amonimliyi yox idi. Bu ancaq və ancaq qoşma kimi düşünə bilirdik. Bir də can-cəni ancaq qoşma kimi işlədə bilirdik. Haqda, haqda barəsində, haqqında, haqda, barəsində, barədə. Bunlar da ancaq qoşma kimi, aidlik bildirən qoşma kimi işlənən sözlərdir. Bəs görə sözü necə müəllimlər? Görə. Görə də mənim qoşma kimi işlərdə yalnız. Yalnız qoşma kimi işlənir? Dəqiq fikirləşin. Bəli. Arzu şəkli kimi də işlənə Feil bilər. kimi də. Mən amonim demirəm, ha. Görürsünüzmü? Kaş o bunu görə, kaş o məni görə. Feil kimi də işlənə bilər axı. Aydındırmı? Mən amonim desəydim, amonim desəydim. Görə gəlmişik. Aha, görə feili bağlama kimi işlənir. Görürsüz, feil kimi işlənir. Yəni mən amonim demirəm. Amma ancaq qoşma kimi götürür. Necə? Mühim bunama ancaq qoşma kimi götürür. Ancaq qoşma kimi götürür, götürsün. O heç. O, yəni o bir belə deyim də, qoşma kimi o götürür, amma bir orada o amonimliyi nəzərə alır. Amma biz nəzərə almalıyıq. Mühim onu ancaq qoşma kimi götürsə də, biz orada onu nəzərə almalıyıq ki, başlanğıc forması mən amonim demirəm.
görə bu formada qoşmadır, düzdürmü? Leksik təhlilini deyirsiniz də, Çaş o qrammatik məni derslik mənasına görə təhlilçilərini. deyirəm də. Çaş o məni görə deyəndə burada sözün kökü görmək, görə arzu şəklinin şəkilçisidir və burada feildir. Mən buna amonim demirəm. Deyirəm ki, mən bunu həm qoşma kimi işlədə bilirəm. Düşünmək olar. Məsələn, B variantında mənə görə sözünü versə, mən nə bilim bu arzu şəklində olan feildir, yoxsa qoşmadır. Cümlədə verməyib. Sadəcə B variantında Bəli. görə sözünü versə. Bilməm. Mən amonim demirəm. Çünki başlanğıc forma məsələsi var burada. Amma söz olaraq yazılışını görürəm ki, iki cür düşünə bilərəm. Yəni bu məsələdə ehtiyatlı olun. Müəllimə, üzr istəyirəm, yenə də qayıdaq bu qarışıq Diqqət yetirək. Kimini biz amonim olaraq götürürük. Yaxşı, kimini Qeyri-müəyyən. amonim olaraq nə ilə götürürük? Sevinç müəllimə, Qeyri-müəyyən. Sona müəllimə. Qeyri-müəyyən əvəzliyinə Qeyri-müəyyən əvəzi ilə. Sual əvəzi ilə niyə götürmürük? Sual əvəzliyində i şəkilçi olur. Aha, başlanğıc forma. tamamilə doğrudur. Orada başlanğıc forma kim olur? Ona görə biz onu sual əvəzinə paronim götürə sayılır, bilmirik. doğrudur. Yox, paronim yox, amoform. Şəkilçiyə görə Amoform. yaranan oxşarlıq amoformdur. Paronim bir hərfə görə olanlardır. Məsələn, atlar, Görə dedi, bayaqlar dedi. O görə də orada da əslində şəkilçiyə görə biraz yaranan oxşarlıq var. O da Amoform. şəkilçiyə görə yaranan oxşarlıqdır. Yaxşı, kiminin qoşma kimi ifadə etdiyi mənalar. Hansı məzmunları ifadə edir müəllimlər kimi qoşma kimi? Hansı məna çalarları yaradır? Adlıq və yerli çalara qoşulur. Məsafə bildirən olur, müəllimə. Bir də bənzətmə. Bənzətmə olur, məsafə olur, Aysel. Bəs kimi təkcə kimidən söhbət gedir? Zaman mənası bildirə bilərmi? Hə, fe'li sifətə əgər əlavə olunursa, məsələn, gələn kimi, onda bax, fe'li sifətə qoşulanda, xüsusilə an, ənə qoşulanda kimi, burada zaman məzmunu. Məsələn, Mehemin testlərində vardı, əskərlikdən qayıdan kimi anasına baş çəkdi. Qayıdan kimi. Baxın, orada nə zaman anasına baş çəkdi? Əskərlikdən qayıdan kimi. Zaman məzmunu ifadə etmiş oldu mu? Etmiş oldu. Diqqət edin. Əlavə sözünü, müəllimlər, əlavə sözünü qoşma kimi işlədə bilərikmi? Əlavə. Səndən başqa. Bəli, əlavə işlərə də qoşma kimi. Səndən əlavə. İşlərə deyəndə. Dərsdən əlavə ola bilər. Aha, dərsdən əlavə ola bilər, səndən əlavə. Əlavə ola bilər. Aha, ola bilər, bəli. Amma əlavə dərs deyəndə necə dərs? Əlavə dərs. Sifət olur orada. Aha, burada artıq sifət İsim də olacaq. ola bilər. Əlavə bəli, isim. Əlavə keçdiyimiz, qrammatik cəhətdən keçdiyimiz əlavələr, həmçinin sözlər, bax orada əlavə isim kimi. Deməli, əlavəni biz isim kimi işlədə bilərik. Əlavəni biz sifət kimi işlədə bilərik. Əlavəni biz qoşma kimi işlədə bilərik. Yaxşı müəllimlər, qoşmada, məsələn, ümumiyyətlə köməkçi nitq hissələrində bir şeydə ehtiyatlı olun. Məsələn, sinonimlik məsələsi, amonimlik məsələsində çox ehtiyatlı olun. Düzdür, qoşmada elə çox deyil. Məsələn, o birisilərdə daha çox rast gələcəyik. Məsələn, deyir ki, hər hansı bir sözü götürür. Deyir ki, bağlayıcını götürür, hər hansı bir bağlayıcını. Deyir, ədatla sinonimliyi var. Yəni, bu doğru fikir deyil. Çünki biz bilirik ki, sinonimdir, antonimdir. Bunlar eyni nitq hissəsinə aid ola bilər. Necə bağlayıcı ilə ədat sinonim ola bilsin ki, bu mümkün deyil. Amonimliyi ola bilər, təbii ki, ola bilər. Ki bağlayıcı var, ki ədat var, düzdür? Amonim həm eyni nitq hissəsinə, həm də müxtəlif nitq hissəsinə aid ola bilirdi. Burada bir problem yoxdur. Yaxşı, gələk cacə məsələsinə. Cacə. Deyin görün mənə, cacə qoşma olanda vurğu qəbul edəcəkmi? Xeyr, müəllim. Aha, vurğu qəbul etməyəcək. Ayson. Ümumiyyətlə, cacənin işlənmə məqamları soruşun kimdən? Ayşən Mehrəliyeva. Ayşən müəllimə, cacənin biz hansı məqamlarda işlədə bilirik? Cacə müəllim qoşma kimi işlədə bilərik. Aha. Ədat kimi işlədə bilərik. Bir də zərf kimi işlədə bilərik. Zərf düzəldən şəkilçi. Yaxşı, hansında vurğu qəbul edir cacə? Müəllim, zərflərdən şəkilçidə qəbul edir. Yox, Ədatda qəbul edir. Ancaq və Ədatda qəbul edir. ədat olanda vurğu qəbul edəcək. Qoşma və zərf düzəldən şəkilçi olaraq vurğu qəbul etməyəcək.
Yaxşı, indi cacənin qoşma olmasını fərqləndirməkdə bizə desin görək Elmira müəllimə. Elmira müəllimə, mən hardan bilim cacə qoşmadır, ədatdır, zərfdir, necə fərqləndirim müəllimə? Bəli, müəllimə. Məsələn, cacə Aha, qoşma kimi işlədəndə, məsələn, biz ona görə ay sağ ol. kimi Aha, qoşmanı qoya bilsək, görə, bu deməli ilə, ay son, qədər və kimi. Dördünü də deyirəm, yadda saxlayın. Görə, ilə, qədər, kimi. Bax, bu 4 dənəsinin hər hansı birindən əvəzləyə bilirsinizsə cacəni, orada ona rahatca qoşma deyirsiniz. Məsələn, deyirəm ki, dəryaca ağın olsa, dərya qədər. Görürsünüz, qədərin əvəzindəyim. Yol boyunca, yol boyu ilə, quruluşca növləri, quruluşuna görə növləri. Görürsünüz, bax, bir neçəsindən əvəzləyə bildik. Deməli, burada qoşmadır. Zərf olanda da bilirik ki, orada dil məzmunu sözlərcədir. Xüsusi ismi artırılır, xüsusi isim kiçiklə yazılır. Məsələn, Azərbaycan, görürsünüz, xüsusi isimdir. Ona cacə artıranda dil məzmunu söz yaradırıq və artıq Azərbaycan sözünü necə yazırıq? Kiçik hərflə yazmış oluruq. Qoşma və zərf olanda da vurğu qəbul etmir. Ədət olan mövqedə vurğu qəbul edəcək. Ədət olan mövqedə müəllimlər bir dənə fikirləşir ki, hə, ədət olanda biz ancaq onu düşünə bilərik çoxaltma dərəcəsi. Xeyr, ədət ancaq sifətə qoşulmur ki. Biz bilirik ki, ədət zərfə də qoşulur, saya da qoşulur, yəni mənanı qüvvətləndirməyə xidmət edir. Məsələn, nümunə olaraq deyirəm ki, o yavaşca danışdı. Buradakı cacəyə mən nə deyəcəm? Dil məzmunu yox, düzdürmü? Görə ilə qədərlə əvəz edə bilmirəm. Və canı buradan yavaşca deyirdim sizə, sakitcə canı çıxardım. Məzmun dəyişirmi? Yavaş danışdı, yavaşca danışdı. Cümlənin məzmunu itmir. Amma məsələn deyirəm ki, rusca danışdı. Rusca danışanda canı mən silsəm, rus danışdı. Məna tamam dəyişir. Görürsünüz? Deməli, bu leksik şəkilçidir. Mən bunu çıxarda bilmərəm. Amma ədata nə demişdik? Ədat demişdik, sanki qabartma tozudur. Mənanı qüvvətləndirir. Ədatı cümlədən çıxarda bilərik. Və yaxud da onun bircə oğlu var. Bir, sayda orada, cacə də ədat mövqeyindədir. Belə, yaxşı, cacə ilə bağlı məsələmizi dedik. Can-cəndə amonimlik yoxdur. Qədəri bilirsiniz. Bəli. Hə, 19-cu suala baxaq 248-də. Baxacağıq. Onu da sual cavab eləyim, daha sonra suala Elə bax, keçəcəm. sual cavabı əsasən deyirəm, ona görə. İndi eyb yoxdur orada Hə, müzakirə. yadınızda saxlayın, müzakirə edərik. Çünki bunu qayda eləyirəm, sonra suallara keçid eləyəcəm. Qoşulmayan müəllimlər var, yazmışdılar ki, qayda eləyərsiniz, sual cavabı da atarsınız bizə. İndi gəlirəm bağlayıcılara. Müəllimlər, bağlayıcıları biz nəyə görə iki qrupa bölürdük? Tabeli və tabesiz deyə? Sintaktik vəzifəsinə görə. Aysan, sintaktik vəzifəsinə görə. Bəzən bunu bilirsiniz necə sallar? Leksik mənasına görə. Bunun leksik Morfoloji mənası. vəzifəsinə görə. Aha, bunun leksik mənası mı var? Bağlayıcının leksik mənası mı var? Xeyr, ümumiyyətlə köməkçi nitqçilərin leksik mənası yox. Ona görə deyirik sintaktik vəzifəsinə görə. İndi bax testlərdə düşür. Sintaktik vəzifəsinə görə biri məna qruplarından fərqlənir. Yəni nə demək istəyir? Tabelilik, tabesizlik bağlayıcıları nəzərdə tutmuş olur. Bağlayıcı sözünü kök və şəkilçiyə ayırsaq, necə kök şəkilçiyə ayırarıq müəllimlər? Sözün kökü nədir? Bağla. Bağdan bağla, bağladan bağlayıcı. Yaxşı, bağlayıcı sözü həm termin, həm ümmüşlək söz kimi işlənə bilərmi? Müəllim, Bəli, bağlanan Bağ da ip. İp. Bağla bağlı. Bağ, bağla. Hə, O bağ. Bir Əlbəttə. Hə, amonim söz axı. Bir var bağ, bostan bağ, bir də var bağ, ayaqqabının ipi, bağ, o mənada. Bax, bağlayıcı sözünü həm termin kimi işlədə bilərik yoldaşlar, həm də ümmüşlək söz kimi işlədə bilərik. Bunu da yadınızda saxlayın. Qoşma sözünü amonim olaraq işlədə bilərikmi? Qoşma sözünün özünü. Qoşma amonimdirmi? Qoşma. Bəli. Ədəbiyyatdakı Ay sağ olun. bəli, bu- Ədəbiyyatdakı qoşma, bir də Azərbaycan dilindəki qoşma, bu amonimdir. Amma feil kimi olanda, məsələn, qoşma. Deməli, bunu həm homograf kimi işlədə bilərik qoşma sözünü, həm də amonim kimi işlədə bilərik. Aydınmı? Diqqətli olun. Və quruluşda qoşmanın bir özəlliyi vardı ki, quruluşda yalnız necə olurdu? Sadə olur. Sadə olurdu. Qoşma ilə cümlə başlaya bilərdimi? Xeyr müəllimə. Xeyr, başlaya bilməz. Bəs yaxşı, qoşma ismə aid bütün qrammatik şəkilçiləri qəbul edə bilirdimi?
Bəli, müəllimə. Aha, cəm də qəbul edir, hal da qəbul edir, Mənsubiyyət, mənsubiyyət də hal qəbul xəbəri. edir, şəxs xəbərlik də qəbul edə bilirdi. ISO. Yəni bu bağlayıcının digər köməkçi nitq hissələrindən fərqləndirən xüsusiyyətlərindən idi. Birlikdə cümlə üzvü olmaq, qoşulduğu sözlə birlikdə suala cavab vermək, ismi aid qrammatik şəkilçilər qəbul etmək. Bağlayıcı yoxsa qoşma? Ey qoşmanı üzrüsü. Yaxşı, gedir indi bağlayıcıda nəyə? Baxın, indiki var, bir də indiki var. Bunları fərqləndirməyi bilək. İndiki, bir də indiki. Baxın, indiki. Bir də var, indiki. Bunların bir-birindən fərqi nədir? Müəllim, ayrı yazılan şərt bağlayıcısı. Aha, bu bağlayıcıdır. Aysun. Bax, bu birisi nədir? O birisi sifətdir. O bir Aha, əsas indiki sifəti zaman, hansı zaman? İndiki bu sifətdir. Aysun. Zərfin üzərinə 2 artırdıq, sifət düzəltdik. Amma indiki bir halda ki, bu artı oldu bağlayıcı. Aysun. Bax, bu məsələdə diqqətli olun. İndi sala bilərlər də normada əsasən onu salar. Gözümüzdən qaçar normada. Məsələn, elə məqamlar. Yaxşı müəllimlər, bağlayıcılardan nə sual verim sizə? Əsas olan məsələlərdən və ilə məqamına və bir də ilə. Bunun qısaldılmışı Müəllimə, bir də var. onunla bağlı sizdən bir şey soruşum. Hə, Testlərdə qarşıma çıxmışdı. Deyin Bu gəlsin. ilə bağlayıcısının bu həmcins xəbərləri bir-birinə bağlaması ilə bağlı. Aha, həmcins xəbərləri bir-birinə bağlamasına bağlı. Hə, MHM-də test var idi. İndi ona toxunacaq, gələcək ona. Bax, ümumiyyətlə birinci və ilə ilənin fərqinə baxaq, onsuz orada ona da toxunacaq. Və ilə ilənin fərqində bunlar bir-birinə nisbi sinonim götürülə bilərmi? Bəli, müəllimə. Nisbi sinonim. Sadəcə olaraq və-nin işlənmə vəziyyətləri ona nisbətdə üstündür. Çünki və-ni biz hər iki məqamda işlədə bilirik. Həm həmcins üzvlərin arasında işlədə bilərik, həm də tabesiz mürəkkəb cümlənin tərəfləri arasında. Bəs iləni biz tabesiz mürəkkəb cümlənin tərəflərini bağlayan bir vasitə kimi işlədə bilərikmi? Yox, ilə üzvlər birinə bağlayır. Ayson, ilə adətən bəs ilə bağlayıcı olanda nələri bir-birinə bağlaya bilir? Həmcins üzvlər, xüsusilə həmcins üzvlərdən nələri? Mübtədalar. Aha, həmcins mübtədaları və həmcins tamamlıqları bir-birinə bağlamağa xidmət edir. Həmcins xəbərləri bir-birinə bağlamaq məsələsini soruşdunuz da siz məndən. Həmcins xəbərləri bir-birinə bağlamaq məqamına gələndə bu xəbərdə həmcinslik var. Məsələn, deyirəm, o oxuyur, yazır. Oxuyur, vergül yazır. O oxuyurla yazır, görürsüz, alındıra bilmirik. O feili xəbəri bir-birinə həmcins olaraq feili xəbərlərin arasında işlənməsi ilənin alınmır. Amma mübtədanı bir də ki, tamamlıqları, həmcins mübtədaları və həmcins tamamlıqları bu adətən bir-birinə bağlayır. Həmcins üzvü olaraq. O feili xəbərləri bir-birinə bağlamır. İşlənmə məqamı çox məhduddur. Düzdür, tabesiz mürəkkəb cümlənin tərkibində işlənə bilər. Bunda da çaşdırırlar ki, ilə tabesiz mürəkkəb cümlənin tərəfində işlənə bilməz. Tərkibində işlənmək başqa bir şeydir, tərəfini bağlamaq başqa bir şeydir. Ona qalsa, məsələn, tabesizlik bağlayıcısı, amma ancaq bunlar qarşılaşdırma bağlayıcısı tabeli mürəkkəb cümlədə işlənir. Amma biz durub deyə bilərik ki, hərçənd o yaxşı oxumurdu, amma mən ona qiymət yazacağam. Bu tabeli mürəkkəb cümlənin tərəfini bağlayan qarşılaşdırma tabesiz bağlayıcısı deyə bilirəmmi mən? Qəti şəkildə heç vaxt deyə bilmərəm. İşlənib tərkibində tabeli mürəkkəb cümlənin. Amma tərəfini bağlayan vasitə deyil. Çünki tabeli mürəkkəb cümlənin tərəfini 4 vasitə bağlaya bilər. Onların içərisində tabesizlik bağlayıcısı yoxdur. Aydındır mı? Bax, bu məsələdə də diqqət eləyirsən. Deyə bilirsən, uşaq doyana qədər yedir. Amma sən onu yenə də feili bağlama götürsən və mənasını da izah eləmişəm. Niyə? Həmçinin burada da anam və mən məktəbə getdim. Və demək hər şey həll eləmək demək deyil. Xəbərin sənin
cəmdə olmalıdır onun bağlayıcı olması üçün. Aydındırmı? Bax, ehtiyatlı olun. Məsələni deyim sizə. Bu dadənin homonimliyi var bildiyimiz kimi. Dadə, ədat söz olaraq. Dadə, ədat var və bağlayıcı var. Məsələn, sasədən sonra bu sasə istər şərt şəkli olsun, istər isə olsun, fərqi yoxdur. Mürəkkəb Ondan sonra cümlələrdə. dadə Ədat olur, gələrsə, müəllim. siz məsələn oxusa da, yazsa da, gəlsə də, buradakı dadələri nə götürəcəksiniz? Sağdan sonra dadəni götürəcəksiniz. Ədat götürəcək. Aysan, bir mənalı şəkildə ədat götürəcəksiniz. Qurtardı, getdi. Ya tabeli mürəkkəb cümlənin tərəflərini bağlayan vasitələrdən biridir. Həmişə də budaq cümlədə olur. Bunu da yadınızda olsun. Sonra ancağın fərqi rahatdır. Bilirsiniz, ədat və bağlayıcı olmaqla video izahda buna toxunulubdur geniş şəkildə. Kini toxunaq, gəlin. Ki bağlayıcı və ədat olması məsələsinə xüsusilə toxunaq. Adətən müəllimlər orada vergüldən yapışırlar. Vergüldə sizi çaşdıra bilərlər. Baxın, vergüldə sizi necə çaşdıra bilərlər? Bağlayıcı və ədat. Baxın, müəllimlər, ədat olanda da bəzən vergül qoya bilərlər. Vergülü nə vaxt qoya bilərlər? Təkrarlanan xəbərlər olan zaman. Məsələn, deyirəm ki, bu uşaq oxumur ki, oxumur. Oxumur ki, oxumur. Baxın, müəllim deyir ki, axı siz dediniz ki, xəbəri gördün və ondan sonra kini, üstəgəl vergülü də gördünsə, sən bunu götür bağlayıcı kimi. Bax, bağlayıcı olanda müəllimlər, bu nə bağlayıcısıdır? Aydınlaşdırma, düzdürmü? Burada bir aydınlaşdırma məzmunu varmı ki, oxumur ki, oxumur? Xeyr. Atam dedi ki, burada bir aydınlaşdırma məzmunu var. Amma oxumur ki, oxumur da ki, sadəcə olaraq qüvvətləndirməyə xidmət edir. İki sözün ortasında gəlibdir. Ona görə bu ədatdır. Vergülü isə mən intonasiyaya görə qoyuram. Oxumur ki, oxumur. Görürsünüz, nəfəsim çatmaz axı 2-dən sonra fasilə edib intonasiya etməsəm. Bir də 2-də ədat olub vergül qoyulması məsələsi bir də o zaman mümkün ola bilər ki, müəllimlər, təkcə bu mövqedə yox. Bir də onda ehtiyatlı olun ki, 2 ədat olanda ondan sonra vergül bir də o vaxt qoyular ki, o bu vergül məsələsi kimi. 2-dən sonra bir də görərsiniz modal söz gələr. 2-dən sonra modal söz gələr, 2 ədatından sonra modal söz gələr və burada vergül qoyulur. Təbii ki, bu vergül də modalın vergülüdür. Necə deyir, o bu əvəzliklərində o budan sonra kim nə sualına cavab verəndə o budan sonra modal söz gələndə biz vergül qoyacağıq. Həmçinin də ki ədat mövqeyində çıxış edərsə, ondan sonra modal söz gələrsə vergül olur. Bu vergül təbii ki modal sözün vergülüdür, amma cümlədə görüb o bizi çaşdırmasın. Biz bağlayıcı olanda ona diqqət yetirməliyik ki, xəbərdən sonra gəlməlidir. Bu bir, istər ismi xəbər olsun, istər feili xəbər olsun, fərq etməz. İkincisi isə ona diqqət yetirməliyik ki, mənasında aydınlaşdırma olmalıdır. Nə isə aydınlaşdırmalıdır mənə. O aydınlaşdırmalıq yoxdursa, mən ona durub bağlayıcı deyəmərəm. Adından göründüyü kimi axı aydınlaşdırma bağlayıcısıdır. Başa düşdük, bax bu məsələdə biraz diqqətli olun. Kinin ədat olması həm qüvvətləndirici ədat var, həm sual ədatı var. İndi gələn dərsimizdə ona toxunacağıq. Sual ədatı olanda adətən cümlənin sonunda gəlir. Oxuyursan ki, yazırsan ki. Amma qüvvətləndirici ədat olanda ortada gəlir. Yəni sonda qüvvətləndirici ədat kimi işləmir. Sonda işlənəndə sual ədatı mövqeyindədir. Yəni sonda kini görəndə avtomatik çıxa bilərsiniz ki, o 100% bağlayıcı deyil. Bağlayıcı olmaq üçün nələrsə nəyəsə bağlamalıdır axı. Bağlayır adından göründüyü kimi. Avtomatik çıxa bilərsiniz ki, burada 100% ədatdır. Bu belə.